Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü videoda biz bu gördüyünüz əməliyyatın incələməsini aparacağıq və nəyə görə əməliyyat açıldı və hansı səbəbə, yəni hansı fikir beyində tutulmuşdu, gəlin onu sizə izah edeyim. Gördüyünüz kimi bizdə Euro-USD-də belə bir vəziyyət var. Yəni qiymətimiz aşağı düşə-düşə gəlirdi və biz burada məsələn ümumi olaraq trend aşağı getdiyindən hal-hazırda biz burada gördük ki, bizdə Asiyada gecə məsələn başladı korreksiyaya getməyə və müəyyən bir Asiyanın diapazonu yarandı. Yəni maksimumu və minimumu. Frankfurt açılandan sonra dostlar biz belə bir manipulyasiya gördük. Bunun manipulyasiya olduğunu biz hardan qəbul edirik? Yəni təbii ki də belə bir şey görən kimi buradan əməliyyata girmək olmaz. Biz bunu o zaman qəbul edirik ki, baxın, bu qiymət bu diapazondan çıxandan sonra yenidən düşdü aşağı, fikir verin. Aşağı düşəndən sonra yuxarı qalxmağa başladı. Burada bizdə bir FVG yarandı. Baxın, biz hələ də təsdiqimizi tam olaraq almamışıq. Baxın, burada bizdə belə bir FVG yaranmışdı və biz növbəti etapda həmən FVG-nin necə vurularaq IFVG-yə dönməsini görürük və ondan sonra da qiymət bir kiçik manipulyasiya edərək gəlir aşağıda bağlanır. Bundan sonra əməliyyat açıldı və hədəf olaraq Asiyanın minimumu seçilmişdi. Hansını ki siz indi çox gözəl şəkildə görürsünüz və indi də New York açılıb, çox güman ki qiymət çönüb yuxarı gedəcək. Çünki bizdə burada şorta tərəf FVG var idi, qiymət onu vurdu, keçdi və IFVG olaraq reaksiya alıb yuxarı getdi. İndi qiymət özünü necə aparacaq, biz onu biləcəyik, görək bizdə başqa valutalarda necədir vəziyyət. Eyni şeyi də biz burada görə bilərik. Hansı ki, baxın, bizdə belə bir Frankfurtda yüngül manipulyasiya olmuşdu, amma buna baxmayaraq qiymət bundan sonra getdi tam olaraq yuxarı, yəni hədəf olaraq Asiya idi və biz Asiyanın maksimumunu vurduq. İndi isə qiymət gedəndən sonra London sessiyası açıldı, yenidən bir manipulyasiya eləyərək FVG yaratdı və həmən FVG-ni vurdu, keçdi aşağı, yenidən reaksiya alıb düşür aşağı. İndi tam olaraq vəziyyət hələ ki bəlli deyil, yenə də deyirəm, əlavə olaraq həmişə təsdiq gözləmək lazımdır. Deməli, bu model necə formalaşır? Gəlin mən sizə onu izah edeyim. Qiymət müəyyən bir diapazonda hərəkət eləyir və bu diapazonda bizdə yuxarı səviyyə var və aşağı səviyyə var. Biz bu tərəflərin hansınınsa vurulmasını gözləyirik. Bu çox vaxtı baxın belə baş verir. Məsələn, qiymət birinci impulsiv şəkildə ya aşağı ya yuxarı gedir. Məsələn, deyək ki, aşağı getdi. Okey, aşağı gedəndən sonra biz elə bilmirik ki, bu model yəni həmən modeldir, yoxsa yox. Bu model AMD adlanır. Baxın, biz yenidən bu diapazona girdikdən sonra, diapazona girdikdə bizdə çox vaxtı dostlar burada fair value gap yaranır. Məsələn, baxın, bu cür və biz yuxarı qalxandan sonra, məsələn, diapazona daxil olub, yenidən bura test eləyib artıq növbəti etapda uçuruq göyə. Və yaxud da ki, eyni modelin, məsələn, bizdə hansısa bir diapazon var idi, qiymət yuxarı qırıldı, ondan sonra gəldi aşağıda bağlandısa, bizdə artıq qiymət gedir əks tərəfə. Yəni, belə bir setupımız var. Bugün istifadə elədiyim tam olaraq bu deyildi. Sadəcə mən Asiyanın minimum və yaxud da ki, maksimumuna manipulyasiyanı gözlürdüm və bugün o manipulyasiyanı aldım və T2 də götürdüm əməliyyatdan. Amma, baxın, belə bir model bu çox vaxtı necə baş verir? Deyək ki, bundan qabaq böyük bir hərəkət var idi. Ya belə, ya da ki, deyək ki, məsələn, bunlar fərqli modellərdə hal-hazırda göstərdiklərim. Baxın, deyək ki, biz aşağıdan yuxarı getmişik, bu cür yığılma olub, manipulyasiya olub və biz düşmüşük aşağı. Bu çox vaxtı nə vaxt olur? Deyək ki, sizdə böyük time frame-də hansısa bir likvidlik zonası var idi. Deyək ki, baxın, bu cür böyük time frame-də. Və qiymət sadəcə gəlir, onu alır və aşağı time frame-də artıq bu model formalaşaraq qiymət aşağı gedir. Və yaxud da ki, bu hərəkətlər bizdə ən çoxu, deyək ki, böyük bir hərəkət olub, qiymət sadəcə başlayıb, məsələn, aşağı yüngül düşərək konsolidasiya eləməyə və bu qiymət yenidən qalxmamışdan qabaq sadəcə bir dənə aşağı vurur, bütün buradakı likvidliyi yığır və ondan sonra hərəkətə davam edir. Bu modeldə tez-tez istifadə olunur və kifayət qədər populyar yayılmış modeldir. Ondan əlavə olaraq dostlar, siz həmişə təsdiq üçün bir neçə yer tapmalısınız. Gəlin onu sizə mən qrafikin üzərində göstərim. Görürsünüz burada, fikir verin. Bizdə Asiyanın, baxın, dibi var. Gördüyümüz kimi. Bu həm də bizdə PDL-dir. Bundan sonra görürsünüz biz qiymətdən gedirik yuxarı. Biz bəlkə də gözləyə bilərdik ki,
Məsələn, bura manipulyasiya olsun, biz yenidən qalxaq, amma görürsüz qiymət ora gəlməyib. Bunu da biz hardan bilirik? Məsələn, qiymət baxın bu zonadan qalxdı, yavaş-yavaş yığılaraq davam elədi və buradan başladı artıq FVG yarada yuxarı getməyə. Baxın, bu çox güclü bir hərəkət növü olur. Məsələn, qiymət FVG yaradır, balaca time frame-də test eləyir, qalxır. FVG yaradır, test eləyir, qalxır. FVG yaradır, test eləyir, qalxır və beləcə Asiyanın maksimumuna kimi qalxmışıq. Yəni hər dəfə təsdiq verərək. Biz əgər gözləsəydik ki, bu qiymət gəlib bu minimumu vurub sonra gedəcək, biz tam olaraq bu əməliyyatı itirəcəkdik. Ona görə də sessiyalara dostlar fikir vermək lazımdır. Sadəcə sessiyalardan da qabaq ən çox fikir veriləsi şey dostlar ümumi olaraq kontekstdir. Yəni bu qiymət əgər buranı gəlib keçmirsə və əks tərəfə qalxaraq, məsələn görürsüz burada FVG yaradıb, FVG-yə test və yuxarı, FVG-yə test və yuxarı, FVG-yə test və yuxarı. Yəni bu qiymətin buradan aşağı düşməyə hələ ki fikri yox idi. İndi bəlkə də fikri ola bilər, çünki biz məsələn böyük time frame-də baxsaq, gəlin görək bizdə günlükdə nə baş verir. Günlükdə biz gəlmişik, məsələn bundan qabaq bizdə qap var idi. Gördüyümüz kimi. Hal-hazırda o zonadayıq. Hətta onu keçmişik də. Və belə bir iynə yaranıb bizdə bu günün sonunda. Məsələn, indi biz aşağı düşməyə başlasaq və 6 saatdan sonra deyək ki, bu günlük şam bağlanır. Bu şam qırmızı olaraq bağlansa, bundan sonraki şam da artıq qırmızı olaraq gəlsə, bu o deməkdir ki, biz sadəcə korreksiya verdik və qaydırıq artıq yenidən aşağıya doğru. Gəlin mən bir dənə qrafiki təmizləyim. Bizdə burada çox şey var və görək bizdə burada ümumiyyətlə vəziyyət nədir və necə vəziyyət formalaşıb. Məsələn, günlükdə biz görə bilərik ki, biz dəhşətli şəkildə aşağı düşərək bütün buradakı likvidlikləri təmizləmişik və indi qiymət əgər bizdə məsələn Fibonacci ilə götürəndə hal-hazırda qiymət 0.5-dərdədir və burada 618 zonalarıdır. Qiymət buralardan reaksiya verib aşağı getməsə dostlar və yuxarı getsə, artıq bizim long struktur davam edəcək. Məsələn, ümumi baxanda bizdə struktur longdur. Bu sadəcə bizdə manipulyasiya oldu, yəni biz bütün likvidlikləri yığdıq buradan və indi yavaş-yavaş gedirik yuxarı. Amma buradan biz premium zonadan yenidən artıq short hərəkətləri görsək, bu o deməkdir ki, çox güman ki, bizdə USD GPA ümumi olaraq shorta çönəcək. Eyni ilə də Evroda biz görə bilərik ki, GBP USD-nə qoyum, onsuz oxşardır, sadəcə burada məndə qrafik daha təmizdir. Biz hal-hazırda günlükdə gəlmişik korreksiyaya. Yəni bu korreksiyadır. Burada məsələn bizdə zona var. Gördüyümüz kimi sonra burada ümumi olaraq FVG zonasıdır və biz ora test eləmişik bu arada və burada da məsələn FVG var idi və biz hələ onu keçməmişik. Biz sadəcə ümumi olaraq FVG-ni test elədik və qiymət hal-hazırda qayıtmağa çalışır və bu da qayıtmağa başlasa artıq yenidən yuxarı istiqamətə korreksiyadan sonra bu o deməkdir ki, bizdə çox güman ki USD GPA-da da elə dediyim ssenari olacaq. Biz sadəcə bu zonalardan başlayacağıq geri qayıtmağa. Ümidvaram ki dostlar bu dərs sizə faydalı oldu. AMD modelini başa düşdünüz necə işləyir. Biz hansısa bir konsolidasiya görəndən sonra məsələn konsolidasiyanın hansısa tərəfi vuruldusa və qiymət ondan sonra yenidən bu diapazona qayıtdısa, çox güman ki bizdə dostlar qiymət əks tərəfə çox bərk şəkildə gedəcək. Yəni bu modeli yadınızda saxlayın, faydalıdır, öz əməliyyatlarınızda istifadə edə bilərsiniz. Və gözəl olardı ki, bu istiqamətə tərəf olsun. Məsələn, hansısa böyük bir hərəkətdən sonra bizdə deyək ki, long hərəkət gedirdi və qiymət başladı yığılmağa, sonra bizdə impulsiv şəkildə aşağı qiymət gedərək bütün likvidliyi yığır və ondan sonra qaydanda artıq hərəkətə davam edir. Bugünkü dərsdən bu qədər dostlar. Növbəti dərslərdə görüşənədək kanala abunə olmağı unutmayın.